Bakı bulvarında yeni il yarmarkası açılıb. Yarmarkanın ən diqqət çəkən yeniliklərindən biri açıq havada yaradılan buz meydançasıdır. Həmçinin yarmarkada quraşdırılan dekorativ işıqlandırmalar və müxtəlif əyləncə zonaları ziyarətçilər üçün əlçatan və maraqlı təcrübə təqdim edir. Ətraflı məlumatı öyrənmək üçün bizlə birbaşa bağlantıda olan əməkdaşımız Fidan Mahmudovaya bağlanacağıq. Fidan, buyurun, eşidirik sizi. Söz sizdədir. Bakı artıq yeni ilə tam hazırdır desək yeridir. Bugün biz Dənizkənarı Milli Parkdayıq və arxamda olan kadrlardan da gördüyünüz kimi bulvar ərazisi rəngbərəng işıqlarla bəzədilib və yarmarka bugündən fəaliyyətinə start verib. Dekabrın 1-dən yanvarın 5-nə qədər fəaliyyət göstərəcək və mən istəyirəm ki, yarmarka ilə bağlı daha ətraflı məlumat almaq üçün Dənizkənarı Bulvar İdarəsinin mətbuat xidmətinin rəhbəri Əfsanə Mehdiyeva ilə bu haqda danışır. Əfsanə xanım, xoş gördük sizi. Yarmarka ilə bağlı daha ətraflı məlumatı bizimlə bölüşərdiniz. Hansı yeniliklər var? Bu ildə Dənizkənarı Bulvar İdarəsi yeni il yarmarkasına xüsusi hazırlaşıb. Özünüzün də gördüyünüz kimi yeni tərtibatda, yeni üslubda hazırlanıb yeni il yarmarkası. İşıqlandırma sistemi, oturacaqların qurulması burada sanki kiçik bir şəhərciyi xatırladır. Köşklər hamısı yenidir və ümumiyyətlə qeyd edeyim ki, işıqlandırma sistemi özü də yenidir və bir məsələni də nəzərinizə çatdırım ki, Bulvar İdarəsinin bu ilki yarmarkasında təşkil etdiyi yeniliklərdən biri də buz meydançasının olması ilə bağlıdır. Buz meydançası Ünna Studiya tərəfindən qurulub, Nərgiz Fondu tərəfindən təşkil olunub və dekabrın 1-dən yanvarın 5-nə qədər fəaliyyət göstərəcək. Burada həm peşəkar konki sürənlər, eyni zamanda qeyri-peşəkarlar da öz biliklərini, bacarıqlarını, istedadlarını yoxlamaq üçün şərait əldə edə biləcəklər. Onu da bildirim ki, bu açıq havada ilk buz meydançasıdır. Bu da kifayət qədər maraq doğuran bir məqamlardan biridir. Ziyarətçilər üçün 750 kvadrat metrlik bir sahəni əhatə eləyir. Çox sağ olun, Əfsanə xanım, minnətdaram ətraflı məlumata görə. Mən istəyirəm ki, elə sizə burada olan ab-havanı ötürmək üçün bəzi kadrları təqdim edək. Burada yarmarkada siz müxtəlif təamlar dada bilərsiniz. Hər dada uyğun, hər damaq dadına uyğun təamlar burada verilir, satılır. Həmçinin burada oyun meydançaları var və o oyun meydançalarında siz müxtəlif oyunlarda iştirak edə bilərsiniz, hədiyyələr qazana bilərsiniz və həmçinin Əfsanə xanımın da qeyd etdiyi kimi burada ilk dəfə olaraq açıq buz meydançası fəaliyyətə başlayıb. Bugündən etibarən yanvarın 5-nə qədər fəaliyyət göstərəcək və artıq siz həmin buz meydançasından da kadrları ekranlarınızda görürsünüz. Artıq buz meydançası bugündən fəaliyyətə başlayıb. Peşəkar konki sürənlər, həvəskarlar burada gəlib öz məharətlərini göstərə bilərlər və əylənə bilərlər. Sizə həmin kadrları təqdim edirik. Bir sözlə artıq Bakı Dənizkənarı Milli Park yeni il ab-havasına tam şəkildə bürünüb. Burada yolkalar quraşdırılıb, bulvar ərazisi ümumiyyətlə hər bir ərazisi rəngarəng işıqlarla bəzədilib. Siz burada oyun meydançalarını görürsünüz və bu oyun meydançalarından hər kəs gəlib istifadə edib yararlana bilər və onlar burada oyun oynamaqla həm vaxtlarını daha əyləncəli keçirə bilərlər, həm də müxtəlif hədiyyələr qazanmaq şansları var. Artıq şəhər sakinləri, şəhərimizin qonaqları bulvar ərazisinə axın etməyə başlayıblar. Bir sözlə, hər kəsi Dənizkənarı Milli Parka gəlib yeni il ab-havasını hiss etməyə dəvət etmək olar. Bizim hələlik buradan çatdırmaq istədiyimiz informasiyalar bundan ibarətdir. Sözü yenidən sizə ötürürük. Təşəkkür edirik Fidan, ətraflı məlumat üçün. Çox sağ olun.